İndi bu dəqiqə taksini ləğv eləsələr, bu cəmaata mı ayağa qalxacaq? Təkdə ziyanın deyil ha bu. Bu birbaşa dövlətin torbasını qiymət demək ki, bu böyle taksi şoförünün çörəyinə bahis olur. Oliqarx məmurlar nə ayırdılar, nə eynədilər, təzədəndən bu lisenziyanı işə saldırdılar. Lisenziyanı işə salandan da hər ay 50 manat biz pul verdik. Salsın da imkan versin işləyir. Siz təsəvvür edin, Ziya Məmmədov özü deyir ki, 10 bin dənə qeyri-qanuni lisenziyası taksi fəaliyyət göstərir. Gəlin indi bunu bıraq 10 bini biz 50 manata. Bir ayda bu 500 bin eləyir. Bir ildə bu 6 milyon eləyir. 8 ildə bu 48 milyon eləyir. Amma lisenziya 5 il sən alırsansa 10 bin taksiyə 150 manatdan milyon yarım pul edir. 110 manat edir. 110 manat edindir. Ziya Məmmədov istifa verməlidir. Böyle de bunlar ay yeməkdən, insanlıqdan qırağa durur. Şimdi Niye küncə yığıblar? Bizimkiler onu məğarlıdır. Bu küncə niye yığıblar? Camaatı koyun kimi. İmkan versinler, camaat çörək qadırsın, çörək yesin. Ziya Məmmədovun başları, bu bütün respublikanın Bu belə geçsə, yəni bunu bu günləri taksilər inciysə, Azərbaycanın 60%-dən çoxsu taksi şoförü işləyir. Çünki heç bir dövlət işində normal maaş verilmir. Ona görə dövlət işində işləyənlərin əksəriyyəti işdən çıxandan sonra hərəsi bir şamat atın başının üstünə çıxır taksiyə. Amma bu boyda millət hər ailədə 2 dənə uşaq saxlayıb, bir yoldaşı 4 nəfər eləyir. Görün bunu vuranda Azərbaycan neçə milyon ağacı az qalacaq. Bu insanlar hamısı yığılıb elə-belə yığılmıyor ha. Cemaatımızı şeydir ki yığılır. Kimi ki vəzifəyə qoyulub nazir 5 ildən artıq işləməməlidir. Nazir dəyişməlidir. Bizdə 20 il işləməlidir. 65 yaşında qocaları çıxartdılar. Yavaşçıq danışır. Bu qocanı çıxartdı. Nəyə görə nazir 65 yaşı var çıxmır? Bunu da başına qaldırsınlar. Qanun təsdiq edir. Vallahi milis işçilər də bezikdir. Davucu buraya qılıb 18 ildən sonra onlar milis işçiləri 18 ildə pensiya çıxır. Harada görünür bu? 25 il işləməlidir. Bezib olar da. Yazıqlar küçələrdə qalır. Biz de insanız. Bak taksiləri, o Badımcan taksi gətirir, Badımcan rəngi. O deyir, ya Badımcana girin, ya ben Badımcanı sizə soxuram. Bu nə deməkdir? Görün belə danışıq da, o maskın işdir. Tahir Özü oxşayan başına tökülür bura. Niyə bu cəmaatı incidirlər?